Qeyd edeyim ki, Ermənistan Respublikasının parlamentinin qarşısında bir qrup gənc əsirlərin qaytarılması tələbi ilə aksiya keçirib. Parlamentdə isə bu barədə müxalifətçi deputat Hayk Mamicanyan danışıb. Onun sözlərinə görə aksiya iştirakçıları Bakıda saxlanan əsirlərimizin məsələsini qaldırıblar. Diqqətinizi o cəhətə cəlb etmək istəyirəm ki, təkcə həmvətənlərimizin azadlığa buraxılmasından deyil, həm də onlara dərhal baş çəkməyin zərurluğundan danışmaq lazımdır. Bakıdakı Qırmızı Xaç Komitəsinin ofisinin bağlanmasından bəri nə qohumlarının, nə də bizim həmvətənlərimizin vəziyyəti haqqında heç bir məlumatımız yoxdur, Mamicanyan deyib. Mamicanyan Avronest Parlament Assambleyasına öz dövlətlərə müraciət edərək Bakıdakı ölkələrinizin və Avropa İttifaqın səfirlərinin həmvətənlərimizə baş çəkmələri və onların vəziyyəti barədə qohumlarına məlumat vermələri üçün vazitəçilik etmələrini xahiş edib.